Salam dostlar, salamlayıram hər birinizi. Dünəndən bəri Instagram, WhatsApp, bütün sosial şəbəkələrdən hamı mənə qadağan olmuş, efirə qadağası olan müğənnilərin siyahısını atırlar ki, burada mən də varam. Manşet az paylaşmışdı. Siyahı nə dərəcədə düzgündür bilmirəm. Əgər varamsa da şura belə qərar veribsə biz kiminsə qərarını dəyişək. Efirlərə ümumiyyətcə bu lazım idi. Təmizlənmə. Çünki efirlər həqiqətən artıq çox əndazədən çıxmışdı. Çünki biz müğənni olaraq və daha çox efirə çıxan müğənnilər, onlardan da bizdən də şou yaradılmağını istəyirlər. Biz də yaradırdıq gündəmdə qalmaq üçün, saytlar yazsın deyə. Bütün kanallar bir-birinə rəqabətdə idi. Aparıcılar bir-birinə rəqabətdə idi. Məsələn, səhər eyni saatda olan müğənnilər və aparıcılar hamı bir-birindən, rəqabətdə idi də görək bu verilişdən sonra neçə reytinq verdi, veriliş nə bilinə. Buna görə də şoular yaradılırdı. Bunu heç kim dana da bilməz. Bunun da qurbanları mən deyərəm elə müğənnilər oldu. Bu şouları yaradanlar yaratdı, müğənnilər də icra elədi və qurban sonda müğənnilər oldu. Bu qadağa nə qədər gedəcək bilmirəm. Heç bir məlumatım yoxdur. Amma bundan sonra təbii ki mahnılarımıza əgər efir qadağası götürülərsə, danışığımıza, hər şeyimizə birmənalı olaraq əməl eləməliyik, daha nəzarətdə olmalıyıq və daha çalışacaq ki, daha keyfiyyətli mahnılarla, daha yaxşı işlərlə xalqa xidmət eləyək. Qaldı ki, nəsə deyəcəkdim. Mənim zaten öz biznesim var, mənim zaten öz işim var, başım ora qarışıb. Mənə belə dəqiqədə elə şeyləri atmayan, mən heç qıcıqlanmıram da. Bu lazım idi və qərar verilibdi. Nə vaxt götürürlər? Ondan da məlumatım yoxdur. Amma təbii ki, biz çalışacaq ki, daha keyfiyyətli işlər sizə təqdim eləyək. Tezliklə də təzə mahnım çıxır. Artıq çox az bir müddətə aranjmanlar gedir. Təqdim eləyəcəm klipinlə bir yerdə. Sevirəm sizi. Allah hamımıza kömək olsun.